Bir daha vaxtınız xeyir olsun değerli futbol severleri. Maraqlı bir idman qarşılaşması çərçivəsində U13 liqasında Dostluq və Göztepe Spor qarşılaşmasından sizləri salamlayırıq. Heyətlərlə sizi tanış eləyəcəyik. Dostluq komandasından başlayaq. Ötən ilin Anart klubu adına çıxış edən Dostluq komandası hal-hazırda bu adda çıxış eləyir və demək olar heyəti eynidir. Yalnız 3 yeni transferləri hələ ki haqqında məlumatımız var. Heyətlərlə bir daha sizi tanış eləyək. Qapıda Əli Qasımzadə, ehtiyat qapıcı 25 Ayxan Mikaylovdur. 3 Niyaz Qulamov, 4 Yusif Qasımlı, 5 Həmid Rəhimov, 7 Rəsul Məmmədzadə, 6 Rəfail Metəlimov, 8 Amil Hacıbala, 9 Cavid Səfərovdur, 20 Harun Nesibov, 10 Rüstəm Bəbirov, 17 İslam Mehdizadə, 14 Rüfət Sadıqov, 77 Adəm Əliyevdir, 13 Timur Qəhrəmanlı və 19 Amin Ümmət. Və növ olaraq yaşıllı qaranlıq gemdə çıxış eləyir məhz Dostluq Futbol Klubu. Komandanın baş məşqçisi isə hamımızın əla tanıdığı Akif Ümbətovdur. Baxaq, bu qarşılaşmaya necə hazırlaşıb Dostluq komandası? Bir daha xatırladım, U13 çərçivəsində turnirdə Azərbaycan çempionatında Göztepe Spor Bakı və Dostluq Futbol Klubu qarşılaşır. Kapitan qismində isə 20 nömrəli futbolçu Harun Nesibovdur. Artıq demək olar ki, qarşılaşma starta hazırdır. Canlı yayımı dəstək olaraq hər kəs yayını bəyənsin və bu uşaq futboluna möhtəşəm dəstəyimizi əsirgəməmiş olaq. Salamlar, mübariz çəkiləcəmi? Bəli, voleybol, polifinal var. Canlı olacaqmı? Bəli, olacaq. Hakim Firuz Əliyev, sinif yoldaşım olub eşq olsun deyirlər izləyicilər. Və canlı yayımızı maksimum bəyənək. Beləliklə qarşılaşma start götürdü. Hər iki tərəfə uğurlar arz edirik. İlk hücum cəhdi elə Dostluq Futbol Klubundan zərbə də oldu və top torda. Müdaxilə kifayət etmədi və hesab açıldı. Birinci dəqiqə Harun Nesibov hesab açdı və mükəmməl gol celebration'ı. Mükəmməl gol celebration'ı ilə Harun Nesibov öz baş məşqçisi Akif Ümmətovla qolunu bayram edir. 1-0. İlk saniyələrdə bəlkə də rekord etdi. Zamanda artıq hesab açıldı. Təzyiq demişkən elə təzyiq nəticəsində bu baş verdi. Harun Nesibov topu ələ keçirdi və aşırma vuruşla toru silkələdi. İlk başda müdaxilə etmişdi qalkiper, amma bu kifayət deyil idi və hesab açıldı. 1-0'lık üstünlüğü var. Əli Qasımzadə topladı. Uzun ötürmək elə bilər. İrəli zonaya. Hələ ki qarşıladılar. Məmmədzadedən sol cinata. Top Göztepe Spor Klubunda qalır. Muxar Futbol Klubu təşəkkür edirik canımıza dəstəyiniz üçün. Sizlərə də Azərbaycan mini futbol turnirində, mini futbol çempionatında da uğurlar arz edirik. Meydanda TV kanalı adından bu komandanı hər kəsə tanımağı və takip etməyi tövsiyə edirik. Göztepe Spor hücum həmləsi etməyə çalışır, amma ilk dəqiqələrdən edilən təzyiq hələ ki buna imkan vermir. Risk etmədi. 6 nömrəli futbolçu Rəfail Metəlimov top meydandan çıxartdı və outu Göztepe Spor yerinə yetirəcək. Hesab isə 1-0 olaraq davam edir. Metəlimov qarşıladı. Out. Niyaz Qulamov topu meydana çıxartdı. Hesab 1-0 Dostluq Futbol Klubunun xeyrinə. İleri. Evet. Yürü bakayım şöyle. Yine Metəlimovun müdaxiləsi var idi. Göztepe Spor sağ cinalla hücum cəhd edir. Döndür oyunu. Bir daha. Harun Nesibovun təzyiqi yenə fayda verdi. Meydana sağ cinallıyla
Mehmetzadə də hücuma qoşulur. Çarpazda yoxlayır qapını və qalkiber. Qayda top! Gol! 2-0. Dəqiqələr cəmi 5-ni göstərir. 5-ci dəqiqə. 2-0 Harun Nesibov. Harun Nesibov dublini rəsmləşdirdi. Mehmetzadə ilə hücumaya qoşuldu və öncə Mehmetzadə, ardından qalkiberdən qaydan topa Nesibov. Həll edici zərbəni vurur 2-0. Davay təzyiq. Yine təzyiq var. İlk dəqiqələrdən təzyiq artıq 2 dəfə gol şansı gətirib. Bu 3 ola bilərmi? Yoxsa yox. Hakim daha öncə qayda pozuntusu təsbit edir. Aç buraya. Türkiye'de mi? Xeyr, Azərbaycan'da. Canlı yayımımızı Maksimum Beynək, Göztepe Spor Bakı və Dostluq Futbol Akademiyasının klubunun oyunundan sizləri salamlayırıq bir daha və növbəti qayda pozuntusu. Hesab isə Göztepe Spor 0, Dostluq 2. 13 liqasında hal-hazırda hesab belədir. Olduqca təhlükəli zonadan standart vəziyyət yerinə yetiriləcək. Qalkiber qismində Əli Qasımzadə adətən belə vəziyyətdə komandasının ötən sezonda da bir çox hallarda hətta 90%-dən çox nəticə verib. Yaxşı nəticələr verib bu qalkiper. İnanılmaz sevləri ilə yəqin ki bu zərbəni də dəf edəcək. Pas oynamırıq, yenə də pas oynasınlar. Bəli, hər ikisi də Azərbaycan komandasıdır. Belə desək, rəhbərliklərində bir qədər fərqlər var. Arka direğe git Şöhret. Şöhret. Bir tərəfdə baş məşqçi Akif Hümbətov da digər tərəfdə isə başqa bir şəxs və indi bu cərimə zərbəsi elə bir təhlükəli epizodla yata qalmadı. Top qapının sadəcə üstündən keçdi. Ömer. Siyah. Sık oraları bırak. Rafael Mütəlimov Sık orada. Evet Emir kaçma yerine. Səfərovdan ötürmə. Harun Nesibov yaxşı buraxdı öz önünə və böyük ihtimal çatacaq. Sürəti hesabına Harun Nesibov cırmıcısına daxil olacaq mı? Son anda müdafiəçilər. Bir kritik toxunuş olmasa 3-cü qola yaxınlaşırdı Dostluq. Yine Harun. Cinahla Cavid Səfərovla oynayır. Əla hərəkətlər Caviddən ötürmə lazımdır. Cərimə hissəsi daxilində 3, ən az 4 hətta. Dostluğun oyuncusu var idi. Buna baxmayaraq top yenə Dostluğa qayıda bilər. Out. Bəli, 13 liqasındayıq. Bir daha xatırladaq. Canlı yayımızı Maksimum Beynəyə dəstək olaq. Uşaq futboluna ən böyük dəstəyimiz hələ ki ən azından canlıyımızı bəyənməklə, təbliğ etməklə baş verə bilər. Hava ötürməsi ünvana çatmadı. Yəqin ki top Göztepe Spor'da qalacaq. Bravo Amir, pas! Amma yox. Yenidən Dostluq Futbol Klubu. Ziya sağda oynuyor Ziya. Ən sağda Rəsul Məmmədzadə və out. Emine. Giren yazı oyunu dəyişəyin də. Hesab 2-0 yaşıl gemdə olan Dostluq Futbol Klubunun xeyrinə. Türkiyəli futbolçular da varmı? Göztepe Spor'un nəzdində var. Hətta səhv eləmirəmsə başqa ölkənin vətəndaşları da olmalıdır. Amma Dostluqda yox. Sen de Emir dokun. Aferin. İleriye. Emir. Geriyə Mütəlimova qayıdır top. Doğru. Niyaz Qulamov. Rəsul Məmmədzadə. Oynatma orada. Harun Nesibov top çatmadı. İyi. Mütəlimov. Bir de Emir. Harun Nesibov. Amir kaldı. Qalkiber hakim fikrincə top oyuna daxil etməlidir. Gün zərbəsində etirazlar var idi. Bir oynak git de biraz. Oraya niye yakında oyna da. Yusuf kimi tutursan Yusuf ortaya lan. Ömer Ziya. Ömerler neredesiniz Ömerler? Out. Ne yapıyorsun orada? Çık. Mehmet. Ayağını kaldırma. Ziya sen de. Ziya götür birini. Emir bir de.
Evet. Ömer sende. Sende lütfü açın. Evet Ziya gel buraya. Emir yürü. Emir yürü. Yürü Emir. Şöyle yürü. Bir daha öne. Emir de var. Səfərov müdaxiləsindən sonra da bir out. Ya gelsene buraya. Kim istiyor bunu ya? Evet şimdi araya. Bir daha. Sen de Ziya. Sen de Ziya. Hadi daha oynayın biraz. Evet şöyle. Ömer çık Ömer. 99. Niyaz Qulamov. Muhammedli. İleri git. Amil Hacıbala. Kullanma. Sık topla, sık! Bırak çıksın. Sık topla, Qalır ki, ver topu oyuna daxil etməlidir. Hələ ilk salam yeni gələnlər, xoş gəldiniz. Yayınımızı bir dənə bəyənirik və bu canlı yayımı gəlin elə eləyək ki, minlərlə insan izləyə bilsin. Bunun üçün Cavid sənindir! sadəcə bəyəni etməyimiz kifayət edə bilər. Cavid Səfərov topu elə keçirdi, ötürmədə çatdı ünvana və 3 oldu. Harun Nesibov 3-cü topu Göztepe Spor'un qapısından keçirdi. Ötürmənin müəllifi Cavid Səfərov, qolun müəllifi isə Harun Nesibov olur. 3-0. Hat-trickini rəsmiləşdirdi Harun Nesibov. Sən elədin, o eləmədi, sən elədin. Əlasan Cavid, aldın. 12-ci dəqiqə, 3-cü top buraxır Göztepe Spor və hər 3 qol açıq-aşkar demək olar ki, dostluğun çox güclü pressingi nəticəsində reallaşıb və 3-0'lıq üstünlüyü var. Fasiləyə çox rahat yollana bilər hesabı qoruyub saxlayarsa. Əgər dostluq məncə hesabı artıra da bilərlər. Hesab hal-hazırda 3-0 hər 3 qolun müəllifi. Bir daha xatırladım Harun Nesibov'da. Niyaz Qulamov'un müdaxiləsi var. Top Göztepe Spor'da. Sık Ziya sık. Sık. Səfərov. Sen de çık Ömer. Həli Qasımzadə. Evet şöyle çık orada. Həmid. Sağda Resul Məmmədzadəyə gəlir top. Harun Nesibov. Geriye. Bravo Ziya. Out. 5-ci dəqiqədə hal-hazırda 13-cü dəqiqəyə daxil oluruq. 3-0'lıq üstünlük məhz dostluğun xeyrinə. Ardıcıl ikinci addım olaraq nöqtədən yerinə yetirməlidir dostluq. Oyun liqasında Dostluq Futbol Akademiyası ilə Göztepe Spor'un mücadelesini izləyirik. Yaşlı Gim'də çıxış edir Dostluq Futbol Klubu. Ağ Gim'dəsi Göztepe Spor. Səhifəmizə də abunə olmağı unutmayın ki, bu kimi digər maçları da izləyə biləsiniz. Bir çox oyunlar bizim məhz canlı yayımız vasitəsilə təbliğ olunur. Onun üçün də mütləq canlı yayımızı izləməyi, abunə olmağı da unutmayın. Düş orada. Şirin, Rafael atsın, Rafael! Məmmədzadə. Niyaz da var, Niyaz da var. Sen at. Rafael Mitelimov. Bravo, geniş. Geriye. Sağa çık sağa. Niyaz Qulamov. Çık oraya İmran. Evet Deniz. Bravo. Ən geriyə. Həli Qasımzadəyə gəlir top. Buraya Emir. Lütfü. Gel. Rafael Mitelimov. Sık topla, sık! Emir'i yere düş. Emir'i yere düş. Ağlasan. Emir'i yere düş. Cavid Səfərov. Kullanma. Yusif. Gün zərbəsi. Ağlasan, Yusuf, ev yoksa ağlasan, hiç de olmaz. Amma yox, heç gün zərbəsi də təyin olunmadı. Yusif Qasımlının ötürməsi idi az öncə. Deniz girdi. Evet sen de şöhret. Geç. Hızlan. Şöhret hızlan. Zərbə də olacaq və top orada. Aferin. Göztepe Spor əks hücumda yaxalayır Sen hadi Niyaz! Dostluq Futbol Klubunu və hesab dəyişdi. 14-cü dəqiqənin sonlarına yaxın hesabı 3-1 olur. Göztepe Spor 1, Dostluq Futbol Klubu 3. Şöhret. Hadi devam. Hadi ya! Hey. Bu ne diyor Ziya baba? buralarda sıkın oğlum. Sıkın da boş bırakmayın hadi. Salamlayırıq sizi Yusif Quliyev. Yəni yeni gələnlər xoş gəldiniz. Davay, hiç de Şöhret olmaz. aferin oğlum şöhret. Bravo oğlum. Hey bırak şöhret gel buraya şöhret. Sus bak buram Niyaz. Yalanla kışkırmak lazım değil he bala. 12 ayağımı koyacaksın topa. Evet Ziya sağa düş. Niyaz Qulamov. Emir sen de. Emir sen git 11'e. 11'e Emir. Mitelimov. Emir. 11'e git lan. Ziya. Nasıl geçiyor seni ya? Evet Ömer sakla. Evet bravo. Kurban olma Rafael. Ziya. Out. Şöyle nasıl geçiriyor onu? Hesabı sizə bir daha xatırladaq. Dostluq Futbol Klubu Hiç var 3, Göztepe Spor 1. Vallahi geziyor orada da. Evet yardım Ömer. Amil Hacıbala.
Ziya gezme oradan Ziya. Şimdi. Evet, gel. Niyaz Gulamov. Sola. İmran. Hamid Rehimov. Lütfü çıksana sen oradan. Yine Amil. Sen de Emir bırak çık. Oyuna kenar vəziyyəti yoxdur. Cavit Səfərov çatacaq mı? Yox, ötürmə. Azacıq qüvvətli alanda. Açıl bakayım bekle acele etme. Lütfü kaçma oradan. Evet Ziya Deniz bildi. Ziya bildi. Evet Ömer Yanak. Yine pressing. Dostluq Futbol Klubundan. Uzaqdan zərbə də oldu, amma o qədər qüvvətli alamadı. Yürü Ziya yürü Ziya. Zərbə mənfi isə Rafal Mütəllimov idi. Çık oradan. Çık dala düştü. Göz. Ya Mehmet sen ne yapıyorsun orada? Mehmet Ortadan Əli Qasımzadə. Evet sağa gel Ziya. Sola çık İmran. Lütfü sen de. Çık öne. 4 numaraya git. 4 numaraya git. Evet. Sen de o. Niyaz Gulamov. Rəsul Məmmədzadə. Be, Deniz. Emir ne yapıyorsun orada Emir? Ara itirməsi mükəmməl. Harun Əsibov. Harun zərbə də endirdi. Qapı boş və gol! Yenə qapıcıdan qaydan top. Bu dəfə qolun müəllifi nömrə 4 Yusif Qasımlı olur. Sinirimi bozuyorsun. Dostluq Futbol Klubunun yeni transferi. Ne bakıyorsun? Yusif Qasımlı və Cavit Səfərovun gol celebration'ını izlədik. Hesab 4-1. Fərq yenə 3-ə yüksəlir 17-ci dəqiqə. Lan Emir senin ne işin var orada? Ben sana dedim sen. Hər şey Rəsul Məmmədzadənin mükəmməl ara ötürməsindən sonra başladı. Öncə Harun Əsibov qapçılı üzbüyüz qalmışdı, amma qalkiper bu dəfə inamlı çıxış etdi. Sadəcə topu düz rəqibə verdi qaydan topdan və nəticə dəyişdi. Burada isə oyundan kənar vəziyyət təbii ki qol ləğv olunur. Sen oynamırsan dersin ya. O ben oldursan. Ben oynamam lazım değil. Əminəm ki, offside olmasa bu qol qeydə alsa fərq 2-yə enəcəkdi. Hər bir halda 4-1'lik nəticə yenə eynidir. Çık Ziya nerede bak. Hamid Rehimov, Bırak o gitsin bırak. Bırak gitsin o. Məmmədzadə, Ulan Emir çıksana oradan. Ya Emir dönme. Dönme. Evet. Bırak offside. Cavit Səfərov, Səfərov və yerdə qalır hakim isə hər hansı bir qayda pozuntusu təsbit etmədi. Amma zənnimcə var idi. Gezme orada salakta. Pas iste. Əks halda demək olar qapıçıyla üzbüz idi və nəticəni Evet dön. dəyişə bilərdi. Burada isə qayda pozuntusu. Harun Əsibov qaydanı pozdu. Hesab 4-1 olaraq davam edir. 13 liqasında Dostluq Futbol Klubu ilə Sıra git. Göztepe Spor mücadiləsi və nəticə 4-1 Evet gel buraya Muhammedli gel Dostluğun buraya. xeyrinə. Ziya sende. Yürü. Yürü. Muhammedli git sen de içeri gir Muhammedli. Qasımzadə sayıqan şəkildə topu ram edir. Ali Qasımzadə. Öne gel. Hamid Rehimov. Harun. Evet. Ziya çık oradan Ziya. Yusif Qasımlı topladı. Emir sar kanka. Sar. Emir geçme sar. Hər kəs xətti keçdi Qasımdan. Sen de İhsan. Şu anda top qalkibirdə qalır. Ziya yürü Ziya arkasına. Arkasına Ziya. Vur. Yürü Şöhret. Yaxşı Amir. Yenə bir hücum. Senin de Harun. Göztepe Spor komandasının timsalında. Değil. Hələ salam af qrupu tanıyırıqmı? Təəssüf hələ ki rastlaşmamışıq elə bir qrupla. Neçədir qiymət? Siz nəyin qiymətini soruşsunuz qardaş? Hesab artıq 4-1 olaraq davam edir. 19-cu dəqiqə oynanır qarşılaşmada. Əli Qasımzadə. Sağ. 99 Ömer. Lütfü. Çık lan öne. Çık. Gel Amir. Amir gel ha. Sık orada. Sen de Lütfü. CBC Sport kanalında xeyr, şərhləri biz etmirik. Bizim özəl, özümüzün kanalımız var. Meydanda TV kanalı həm TikTok, həm YouTube platformaları ilə sizlərə hər zaman dəstəkdir. Abunə olmağı da unutmayaq. Həm YouTube'umuza, həm də TikTok'umuza. Ömer oyna. Yürü Ziya. Ziya. Niyaz Gulamov. Yusif Qasımlı. Takip et. Evet. Ömer al yürü. Top Göztepe Spor'da. Şimdi.
Mütəlimov yox. Amil Hacıbala qaydanı pozdu. Hesab isə eynidir. 4-1. İmran. Oyunun təkrarını təbii ki YouTube kanalımız vasitəsilə də izləyə bilərsiniz. Elə eyni adda kanaldır. İmran'a doğru bak. Abone olmağı unutmayın. İmran'a doğru, İmran'a. Arka sola at. Ziya. Sık oraya havadan. Havadan lan Allah. Yaşıl Gemdə olan Dostluq Futbol Klubu hesabda öndədir. Yusif Qasımlar. Amil Hacıbala. Nəsibovdan ötürmə. Oyundan kənar vəziyyəti yoxdur. Səfərov çatacaq. Evet, bravo Emir. Out. Dostluq. Bəli, qırmızı ağlı geyimdə Göztepe Spor'dur. Bırak onu sen, bırak içeride kal. İmran. İmran. Adamı önüne al, adamı görmüyor milleti ya. İmran. Evet. Oyna, sen de Emir. Bravo Emir. Arkaya bak sen Rafael. Top orada. Aferin oğlum. Rafael. Növbəti out. Bu dəfə Dostluq. Yaşıl Gemdə olan Dostluq Klubu 4-1 hesabı ilə üstünlüyünü davam etdirir. Mütəlimovdan ötürmə. Siyah bastı. Müdafiəçilər qarşılayır. Hayda yavaş ver. Ya Ziya. Ziya sen benimle beraber seyrediyorsun gözünü seveyim. Evet oyna. Bizde. Şöyle. Daha bir out. Bizde var top. Ya gel buraya biri alsın ben. Ziya sen al. Ziya kolunu. Git Mehmet'le gidin gözünü seveyim. 22-ci dəqiqəyə daxil oluruq. Git öndeyiz. Qarad Bravo 13 Bir daha işte yürü. Liqası Azərbaycan çempionatı. Yürü. Ey! Amil Hacıbala. Şimdi dön. Ziya! Məmmədzadənin qaçış istiqamətinə ötürülür top. Rəsul Məmmədzadə. Nəsibova top atmadı. Ya Deniz! Məmmədzadə sonda zərbə indirdi, amma bu dəfə geri dəqiq. Ömer sen de Ömer izleme Ömer. Kullanma. Amil Hacıbala. Emir. Cavid Səfərov. Çocuğa yardım edin. Ziya. Qarşıladılar. Emir. Yenə Cavid. Ziya yardım et o çocuğa. Ziya. Amil Hacıbala. Rafael Mütəlimov. En geri. Geriyə Niyaz Qulamov. İmran. Həmid Rəymov. Amil Hacıbala. Məmmədzadə. Yaptırma orada be. Ziya. Ziya çıksa. Çık Emir. Niyaz çıksa. Qulamov. Emir. Çık orada Ziya. Emir çık sen de. Emir sen de çık. Sen de o Ziya. Mütəlimov. Oyna. Gir Top içeri. Göztepe Spor'da ötürmə də verildi və son anda toxunuş var. Küncdən zərbə. Ömer kullan Ömer git. Ziya gir içeri Ziya. Dostlar, canlı yayımızın da hədiyyə, hədəf butonu var. Hədəfimizi tamamlasanız, yayınımıza çox İçeri böyük git içeri. dəstək olarsınız. Kaldır topu Ziya'ya. Gün zərbəsi yerinə yetirəcək Göztepe Spor. İmran sen de İmran. Amil Hacıbala. Koymadı. 3-10 şəhətəsinə necə sıyrıldı Amil Hacıbala. Boşluq da yaratdı. Ötürmə də əla. Məmmədzadə çatacaq bu ehtimalı Rəsul Məmmədzadə. Ya dönsene Emir. Artıq çatdı topa. Şöhret niye izliyor? Şöhret. Rəsul Məmmədzadə. Rəsul aşırma vuruş çəkdi və son anda toxunuşu var. Küncdən zərbə. Adam orada kaldı gitsene. Ya Ziya. Gitsene oğlum içeri adama korner atıyor. Günayçı. Kaç yok. Günayçı. Gir içeri Ziya. Gir artık içeri ya. Ne dedim ben sana? Ziya. Sabit lan iştangıya. Oyuncusundan qayıtdı top. Hətta 50 oyun var. Top Göztepe Spor'da qalır. Qarşılaşmanın isə artıq 25-ci dəqiqəsi. İlk hissənin 25-ci dəqiqəsi tamamlanmaq üzrədir. İlk hissənin əsas vaxtının son 5 dəqiqəsinə daxil oluruq. Ortaya gel Şöhret. Ortaya gel Şöhret.
Uzaqdan daha bir zərbə və hardan attı bu atəşi Amil Hacıbala. Mükəmməl, fantastik, söz tapıla bilməyəcək bir qola imza attı. 8 nömrəli oyuncu Dostluq Futbol Klubundan Amil Hacıbala. Çox möhtəşəm qol idi. Amilin timsalında adətən ötən sezonda da belə uzaq məsafədən zərbə və qollarını izləmişdik. Üstünlük 4 topa qədər yüksəlir. Hesab 5-1 olur artıq. Qarşılaşmanın 26-cı dəqiqəsində hesab 5-1 oldu. Давай. Təzik. Bravo Resul, bravo Amir. Bravo Resul. Məmmədzadə. Və daha bir alqışa layiq gol. Bu dəfə isə Rəsul Məmmədzadə. Son 2 dəqiqədə 2 qola imza atır Dostluq Futbol Klubu. 6-1 olur hesab. Soğuk. Ben sen böyle oynatmıyorum. Soğuk. Mübariz Sərhədçi oyununda olacaqmı? Bəli. Geniş oynayacak. Sağlam çıkırız. Arkayla. Sağdası. Yusuf düş bura. Yusuf. Niyaz Qulamov. Çık. Ziya sık orada be. O adam. Cavit Sifarov. Şöyle sen de vur. Yusuf Qasımlı. Niyaz Qulamov. Resulü ayala. Məmmədzadə. Dön Ömer dön. Yox, az qala deyəcəkdim. Çatdı topu amma out. Resul ayala. 6-1 olur artıq hesab. Fərq 5 topa yüksəlib. İnanlı qələbəyə çox yaxınlaşır Dostluq Futbol Klubu. Yenə Məmmədzadə, yenə uzaqdan yoxluq şansını və bu dəfə qalaq ki bir. Yenə 2 cəhdə topu ram edə bildi. İleri vur ileri. İmran gir oraya İmran. Yürü. Tam da ortaya tarafı. Ya İmran dön be. Məmmədzadə. Ötürmə sol cinatda. Rüstəm Bəbirov daxil olub meydana. Topa iyi toxunuşu idi. Niyaz Qulamov. Ya gitsene orada. Ziya. Amil Hacıbala. Sen de Lütfü. Oynuyor adam valla geziyor öyle sahada. Helal olsun size lan. Bravo. Cavit Sifarov. Geziyor orada Ziya. Bəbirov. Ötürmədə yenə Ala Qasımdan hava ötürməsi. Son anda müdafiəçilər müdaxilə edir. Yenə Yusuf Qasımlıya gəldi top. Yenə hava ötürməsi. Rəsul Məmmədzadə. Top qalq ki bir də qaldı. Emir yürü buraya. Buraya vur buraya. Hey. Buraya vuracağım oraya ya. Oğlum buraya Bravo vursana Amir. topu. Rahat. Yine başladın. Ya Ömer Lütfü. Allah'ın belası sen ne yapıyorsun orada? Göztepe Spor hücumu. Ha? Harun Nesibova gəldi top. Yusuf Qasımlı. Oyundan kənar vəziyyət var idi, bəli. Var idi məndə elə. Yan xətt hakiməm. Gözlərimi diqqətləmişdim və offside Göztepe Sporun lehinə. Yine pressing fayda verdi. Bəbirov. Amil Hacıbala. Uzaqdan sərt zərbə və top qapıdan aralı keçdi. Yenə diqqət mərkəzində 8 nömrəli futbolçu Amil Hacıbala idi. Komandasının 5-ci qolunda müəllifidir. Həmid Rəhimov, Amil Hacıbala. Yusuf Qasımlı. Nerede bu 90'ı? Ömer nerede? Bu dəfə isə zərbə qeydəyik. Hesab 6-1 Dostluq Futbol Klubunun lehinədir. Qarşılaşmanın isə sonuncu 30-cu dəqiqəsi oynanılır. Ya sen de verip durma şuraya. Bəbirov.
Amil Hacıbala. Yine uzaktan, yine mükemmel zərbe ve gol! Amil Hacıbala dublu. 7. gol hissenin sonuncu dəqiqəsində. 7-1. Amil Hacıbala vurduğu gola belə sevinmədi. Hansı ki hər iki golum inanılmaz idi. 7-1. Amil Hacıbala. 2 gol. Artık 30 dəqiqədə 2 dəfə fərqlərim Amil Hacıbala. 3 dəfə Harun Nesibov. Şöyle sen de fit verilince başlayacağını bile bilmiyor. Ve bir avıyla topladı. Cərmişasına daxil oldu. Ötürmə lazımdı. En azından küncdən zərbə. Abi yaxşı qaldı. Hissənin belki de son künc zərbəsi. Abi, ilişdi. Abi, ilişdi. Götür. Olsa da Yok, alırsan. Yok, Yani özü bir tane maksimum beğenirik. Sayfaya abone olmadı unutmayaq. Ahmet ilişdi gitti ya. Git ilişdi ya. Çık! Məhəmmədzadəm. Yine uzaqdan yoxlayacaq bu ihtimal. Oyundan kənarı vəziyyət. Ya bırak sen bırak. Her topun başına geçip durma. Çekil. Topu 1 metreye atamıyorlar topun başına geçiyorlar. Topu daha 1 metreye atamıyorlar topun başındasın. Dön evet evet. İleriye. Evet. Çıkmaz onu yakala onu. Göztepe spor hücumu. Dəqiq müdaxilə. Niyaz Qulamovdan. Rüstəm Bebirov. Bir ver Amile Allah'tan. Niyaz Qulamov. Resmen ya. Bravo. Ver Hamide. Cavit Səfərov. İmran. Qulamov. O hoca. Daha önce Göztepe spor oyuncusu toxundu və top qapının üstündən keçdi. Hoca toptan sonra çocuğun ayağına vurdu hoca. Yerdə qalır Göztepe sporun 8 nömrəli futbolçusu. Hoca. Toptan sonra adamın ayağına vurdu ya. Kompensasiya edilən vaxtda artıq ilk seçim bitib. Böyle şey olur mu hocam? Toptan sonra adamın düştü ya. Həmid Reymov. İlk isə bununla da başa çatdı. Göztepe Spor 1, Dostluq Futbol Klubu 7.